üzüm bağlarında görüləcək profilaktik tədbirlərdən danışacağıq. Qış ayları üzümçülükdə ən vacib dövrlərdən biridir. Bu mövsümdə görülən tədbirlər növbəti ilin məhsuldarlığını birbaşa müəyyən edir. Bəs üzüm bağlarında soyuq aylarda hansı işlər görülməlidir? Yayda xəstəlik keçirmiş dərəklərimiz olur və ya profilaktik olaraq bordo məhlulu ilə çilənməlidir tənəklərimiz. Budama necə aparılmalı? Torpağın qorunması və xəstəliklərə qarşı mübarizə hansı mərhələlərdən keçməlidir? Əsas məsələ tənəkdə düzgün kəsmədir. Bu il tənəyi düzgün kəsilərsə, gələn il bir tənək gözü zorla doğula deyir ki, mənə buradan kəs. Tələbəmiz Nuraynə Nadirovanın təqdimatında Bağçılıq kafedrasının dosenti Sevil Abdülləliyeva Fermer Saatı rubrikamızın növbəti buraxılışında bu haqda danışacaq. 12 dekabr saat 16:00-da Adau TV-nin YouTube kanalında bizi izləməyi unutmayın.